Karşınızda sosyal medyada Gentile adıyla tanınan ve tamamıyla natural olduğunu iddia eden 19 yaşlı yeriyen canlı tank. Onun bedeninde döyülen bu korkunç güc ve kütle insan anatomiyasına karşı açılmış mütləq bir müharibədir. Maskasının arkasında gizlenen bu gəncin qaranlıq zallarda ettiği mütləq şov değil, sümükləri sındıran bir qəzəbdir. Onun bench press'te tam 363 kilogramı ram etmesi ve ayaklarıyla mütləq bir vəhşiliklə tam 816 kilogramlıq leg press vurması idman elmini ve insan ağlını tam bir çıxmaza salıb. O, sadəcə ağırlıq qaldırmır, Poladın iradəsini heçə sayır. Yaxşı, bəs indi o qaranlıq həqiqətlə üz-üzə gələk. Dünyanın ən elit genetikasına sahib olan bir insan belə hələ 19 yaşında ikən tamamilə natural şəkildə bu cəhənnəm ağırlığının altından sağ çıxa bilərmi? Yoxsa bu maskanın arxasında təbiətdən gizlədilən başqa bir kabus var?